Hansı cümlənin isimlə başlayıb başlamadığını müəyyən etmək olmur? A. Bahar gələndə təbiət canlanmağa başlayır. Bahar isimdir, bunu müəyyən etmək olur. Ümid dolu insanlar idi. Ümid dolu insanlar idi olsa yenə isimdir. Məqsəd polis akademiyasına daxil olmaqdır. Yenə isimdir. Nərgiz salam belə vermədən yanından keçdi. İsimdir. Sahib olacağı məkanın fotolarını göndərdi. Bir də var, sahib olacağı məkanın. Buradakı sahib sözünü həm xüsusi isim kimi, həm də mürəkkəb fiil kimi düşünə bilərik. Sualın cavabı olur Y variantı. Bu cümlədəki sahib sözünün isim və isim olmadığını müəyyən etmək mümkün deyil. Nümunə ilə bağlı yanlış fikirləri müəyyən edin. O, inkişafını lirik qəhrəmanının xarakterində bu obrazı düşündürən fikirlərin böyüklüyündə meydana çıxarırdı. 1. İşarə əvəzlərindən biri ismi, digəri sifətə əvəz etmişdir. Bu cümlədə bir dənə işarə əvəzliyi var. Bu şəxs əvəzliyidir. Yəni ondan sonra virgül qoyulur və ismin sualına cavab verirsə, bilin ki, bu şəxs əvəzlidir, işarə əvəzliyi deyil. Deməli, 1 səhvdir. 1 ilə başlayan bəndləri saxlayırsınız, yerdə qalan çıxırıq. 2. İsimləşən sifət hal və mənsubə şəxsi qəbul etmişdir. Bəli, lirik qəhrəmanının həm mənsubiyyət, həm hal şəxsi qəbul etmişdir. 2 doğrudur. İlk ismi təsirlik, sonuncu ismi yerlik halda işlənmişdir. İlk isim təsirlik, bəli, inkişafını görür. Nəyi inkişafını? Doğrudur. Nədə görürdü? Böyüklüyündə, fikirlərin böyüklüyündə. Bu da yerlik halda işlənmiş. 3 də doğrudur. Mənsubə şəxsi qəbul etmiş 4 isim işlənmişdir. Baxın, inkişafını, öz inkişafını 1, xarakterində 2, fikirlərin böyüklüyündə 3 dənə. Bu dördüncü ki, bu nədir? Sifətdir. Deməli, mənsubə şəxsi qəbul etmiş 4 isim yox, 3 isim işlənmişdir. Sualın cavabı olur 1, 4, D variantı. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Buradan doğru fikir seçməliyik, buradan yanlış fikri seçməliyik. Gəlin, baxaq, görək, cavab hansı olur. Bu ay bir çox yerlərdə oldum. Cümləsində müəyyən miqdar sayı işlənmişdir. Bir çox qeyri-müəyyən miqdar sayı olduğuna görə bir səhvdir. Bir olan bəndləri çıxırsınız. El malına qəsd eləmək, anaya əl qaldırmaq kimidir. Cümləsindəki isimlər yəlik və yönlük haldadır. El, yəlik, na, yönlük, anaya əl qaldırmaq kimidir. Bəli, bu doğru fikirdir. 2 ilə başlayandan saxlayırıq, digərlərini çıxırıq. Bəs mən öz dərdimi kimə deyim? Cümləsində əvəzlər mənaca müxtəlif növlərə aiddir. Mən şəxs əvəzliyi, öz təyin əvəzliyi, kimə sual əvəzliyi doğrudur. Başını əlləri ilə bərk sıxır, sanki oradan yeni fikirlər çıxarmağa çalışırdı. Cümləsində 2 sifət vardır. Var mı burada? Yeni fikirlər bir dənədir burada. Bərk sıxmaq burada sifət yox, hərəkata aid olduğuna görə zərfdir. Yəni sifət deyil. Cavab olur 2, 4, A variantı. Yanlış fikri müəyyən edin. Şahidlik sözündə bir cingilti samit iştirak edir. Şahiddik. Baxın, tələffüzdə D, T-yə çevrilir. K, İ kimidir. L qalır tək. Bu doğrudur. Kosmos sözünün yazışı tələffüzü fərqlənmir. Bəli, nə səs dəyişimi var, nə səs artımı var, nə səs düşümü var. Gülünc sözündə kar samit iştirak etmir. Yadda sakin, sonundakı C kimi tələffüz olunur. Gülünc, bu səhvdir. Fəryat sözü kar samitlə başlayır, kar samitlə bitir. Doğrudur. Zehinli sözündə qarşılığı ümumən 3 samit var. H, N. Bu da doğrudur. Cavab oldu C variantı. Gülünc sözündə kar samit iştirak etmir fikri səhvdir. Uyğunluğu müəyyən edin. Yalnız sifət və feil kimi amonimliyi var. Yalnız isim və feil kimi amonimliyi var. Dolu sözü isim və sifət kimi amonimliyi var. A bəndi cavabımız deyil. Çünki bizdən sifət, feil, isim, feil istəyir. Ona görə harada A varsa çıxın getsin. Yəni A ilə Y cavab olmayacaq. Düz sözü həm isim kimi, həm sifət kimi, həm feil kimi, həm zərf kimi. B-ni də çıxırıq. Çünki bizdən yalnız sifət feildən söhbət edir, yalnız isim feildən söhbət edir. B də harada varsa çıxırsınız. Böyür yan mənasında isimdir. Bir də böyürmək feil kimi. Başqa mənası var, xeyr. Deməli, bu gedir bura. 2C harada varsa onu da saxlayırsınız, getdi. Ağrı sözü yenə isim və feil kimi düşünülə bilər. Bunu yazıram bura.
Cır sözü, cır sifət kimi, bir də cırmaq feil kimi. Cavab oldu 1Y, 2C, D, B variantı. Hansı cümlədə qayıdış növdə olan həm təsriflənən, həm də təsriflənməyən feil işlənib? A. Aydın görünən göyümtül tüstülər burularaq yuxarı yayıldı. Aydın görünən qayıdış növdədir. Yəni, təsriflənən feil tapdıq. Bir də yuxarı yayıldı. Bəli, tüstülər özləri yayılır. Deməli, bu da təsriflənən feil olur. Cavabımız elə A variantı olacaq. Həm təsriflənən, həm də təsriflənməyən. Yəni, görünən təsriflənməyəndir. Yayıldı da təsriflənən qayıdış növdə işlənmiş feillərdir. Cavab olur A. B-yə baxaq. Ayaq üstündə çox durduğuna görə belə əyilmişdi. Bu məlum növdədir. Yəni, başqa təsriflənməyən feil yoxdur. Ona görə də bu əyini çıxırıq. Burada azca dayandıqdan sonra iki yerə ayrıldılar. Yenə təsriflənməyən feili məlum növdədir. Bunu çıxırıq, başqa təsriflənməyən feil yoxdur. Hövsələdən çıxarılan ata yenə də uşaqlarla gəzindi. Bu qayıdış növdə olsa da, hövsələdən çıxarılan ata bu qayıdış növdə deyil. Deməli, D-ni də çıxdıq. Bədəni isindikdən biraz sonra gözləri öz-özünə yumuldu. İsinmək məlum növdür, öz-özünə yumuldu da qayıdış növdür. Yəni, cavab oldu həm təsriflənən, həm də təsriflənməyən qayıdış növdə işlənmiş feil A variantında oldu. Yanlış fikri müəyyən edin. A. Kifir sözünün həm özünün, həm də antoniminin sinonimi var. Kifir sözünün özünün sinonimi eybəcər, antoniminin sinonimi, antonimin götürək gözəl olsun, gözəlin də sinonimi göyçək. Doğru fikir. Dil sözünün amonim məna tayları eyni hissəsinə aiddir. Bəli, danışdığımız dildə, bədən özü olan dildə hər ikisi isimdir. Ev sözü məcazi mənada işlənə bilir, antonim yoxdur. Bəli, ev sözü, məsələn, ev saxlamaq deyəndə ailə sözünün başqa digər mənasında ev saxlayıram, külfət saxlamaq mənasında məcazi mənada işlənə bilir. Quru sözünün antonimi amonim xüsusiyyətinə malikdir. Bəli, quru, yaşdakı amonim xüsusiyyətinə malikdir. Nəfs sözünün amonimliyi yoxdur, sinonimi acgöz sözdür. Bax, bura qədər doğrudur, buradan sonraki fikir səhvdir. Yanlış fikir də bu olacaq, cavab olur Y variantı. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Çoxaltma dərəcəsində olan sifət işlənmiş cümlə, azaltma dərəcəsində olan işlənmiş cümlə. İndi burada işlənmiş uyğun olur, işlənməmiş. Bunların əksini düşünməliyik, işlənməmiş. Çarığı tikib qurtardı, şirincə gərnəşib bərkdən əsnədi. Bax, burada çoxaltma dərəcəsində olan sifət varmı? İşlənməyib. Amma xırdaca ləpələr qayğı beşik kimi yırğalayırdı. Xırdaca çoxaltma dərəcəsində işlənmiş sifətdir. Yəni, bu doğrudur, bu doğru deyil. Biz biri götürəcəyik, çünki uyğunsuzluğu istəyir bizdən. 2 ilə başlayanlara çıxırsınız, 1 ilə başlayanlara saxlayırsınız. İndi gəlirik sağ tərəfə. Azaltma dərəcəsində olan sifət işlənmiş cümlə, işlənməmiş tapmalıyıq. Günəşin sarımtıl işığı, 3'ü çıxırsınız, çünki burada işlənib. Paltarın çirki və üstüsüz olması açıq-aşkar hiss olunurdu. Bu cümlədə də azaltma dərəcəsində sifət yoxdur. Cavab olur 1, 4, Y variantı. Verilmiş nümunədəki yazılışı və tələffüzü fərqlənən bütün ifadələrə aid olan fikirləri müəyyən edin. Uzun yolun yorğunluğunu unutmaq, söhbətləşmək ya da maraqlı bir əhvalat dinləmək istəyir. Baxaq görək hansı sözlərin yazılış və tələffüzü fərqlənir. Yorğunluğu olur, unutmaq, söhbətləşmək ya da maraqlı bir əhvalat dinləmək istəyir. İndi baxaq görək. İfadədə olan fikirlər, məsələn, hamısına aid olmalıdır. Ahəng qanunu gözlənilib. Yorğunluq doğru, unutmaq doğru, söhbətləşmək doğru, maraqlı doğru, dinləmək istəyir doğru. Bir doğrudur. Bir olan bəndləri saxlayırsınız, digərləri çıxırıq. Qarşılığı olmayan samit işlənib. Yorğunluqda var, unutmaqda var, söhbətləşməkdə var, maraqlıda var, dinləməkdə var, istəyirdə var. 2 doğrudur. Bunlarda çıxırıq. Cavabımız 1-2 olacaq deyəsən. Yazılış və tələffüz arasında bir fərqli məqam var. Xeyr. Çünki, bax, fikir verin, dinləməkdə 2 dənə, istəyirdə 2 dənə, söhbətləşməkdə 2 dənə, digərlərində 1 dənə. Samit öz qarşılığı kimi tələffüz olunub. Xeyr, elə bir şey, yəni hamısında demək ki, yoxdur. Demək ki, hansında var? Bax, yorğunluqda yoxdur, unutmaqda yoxdur, söhbətləşməkdə yoxdur,
Maraqlı da yoxdur, dinləməkdə də yoxdur. Ona görə də bu da səhvdir. Cavab olur 1-2 D variantı. Hansı cümlələrdə təsvirlənməyən feil işlənməyib? İmperatorun həmin şəkili önündə qubernator daha da cılızlaşırdı. Burada işlənib, xeyr. Elə vağzalda vaqondan düşən kimi ayaqqabısını çıxardı, işlənib. 2 olan bəndə çıxırsınız, 1 olan bəndləri saxlayırsınız. İlqar ailə üzvlərini nə üçün burada işlədiyini başa sala bilmirdi. İşlənib, 3-ü də çıxdıq, zaten çıxmışıq. Onlarla tələbənin oxumasına yardım edən xeyriyyəçi unudulmaz. Oxumasına yardım edən, bunu da çıxırıq. Sosial yardımların təşkili ictimai həyatın inkişafına təkan verir. Burada da işlənməyib. Cavab olur 1-5 B variantı. Mətnə görə cədvəldəki düzgün fikirləri müəyyən edin. Buradan qaranquşa aid fikirlərə baxırıq. Buradan da sərçəyə aid fikirlərə baxırıq. Özünü digər quşlardan ağıllı hesab edir. Xeyr, belə bir iddia yoxdur. Mətndə belə bir fikir səslənməyib. Heç kimə hərəkətlərinə irad tutmayıb, sərçəyə irad tutur. Bu da yanlışdır. Xoşbəxt ailəsinə əməyinə borçludur. Bəli, bu onun dilindən söylənilib. 3 olan bəndləri saxlayırsınız. 1 ilə 2 olan bəndləri çıxırıq. Heç vaxt yumurtadan bala çıxara bilməyib. Xeyr, bala çıxara bilib. Sadəcə ərsəyə gətirib, böyüdüb başa çatdıra bilməyib. Ya pişiklər yeyib, ya da uşaqlar yuvasını dağıdıb. İş həvəsi çox qısa müddət davam edir. Bəli, mətndə də biz bunu görürük. Qurmağa başlayır, amma sonra həvəsi sönür. Danışdıqları qaranquşu riqqətə gətirir. Bəli, burada danışıqları deyil, qaranquşa təsir eləyir. Burada riqqətə gətirir, doğrudur. Cavab olur 3-5-6 D variantı. Qarşısında rəqəm yazılmış hansı cümlələrdə məcazi məna söz işlənib? Baxaq görək. 1. Bu yuva su borusu ilə taxtapuşun arasındakı yarıq idi. 1-də yoxdur. 1 olan bəndləri çıxırsınız. Ya 2-3-4-də, ya 2-3-5-dir. Ana sərçə qaranquşlar ailəsinə baxanda ürəyinin başı göynədi. Bəli, 2-də var. Zaten cavabımızda da var. Yuvanı tikməyə gərək baş işlədəsən, baş işlətmək. Bəli, burada da var. Qaranquş isə dimdiyində az-az gil gətirmək üçün dəfələrlə uçub gölə getdi. Burada yoxdur. Bunlar hamısı həqiqidir. Bunu çıxırıq. Ana sərçə bu sözlərin cavabında üzünü turşudaraq cikkildədi. Üzünü turşutmaq. Bu da məcazilik. Cavab olur 2-3-5 C variantı. Mətnə görə cədvəldəki uyğun fikirləri müəyyən edin. Buradan faktı seçməliyik. Buradan da ehtimal olanı. Təbiətdəki bütün canlıların məsuliyyəti hissi eyni dərəcədə inkişaf etməyi, bəli, qaranquşla sərçədə biz bunu fakt kimi qəbul edə bilərik. Qaranquşun yeni balaları çıxanda əvvəlki balaları onun yaxınlığında yuva qurur. Mətndə belə bir fikir olmadığına görə biz bunu fakt kimi qəbul etmirik. 2 olan bəndləri çıxırsınız, 1 olan bəndləri saxlayırıq. Qaranquş yuva quranda müxtəlif materiallardan istifadə eləyir. Bəli, bunu biz belə fakt kimi qəbul edə bilərik. Növbəti ildə yenə də sərçənin balası olmayacaq. Bax, bunu bir ehtimal kimi edir. Çünki o qaranquşa axıra qədər qulaq asmır. Yəni fikrindən tez dönür. Bunu ehtimal eləyə bilərik. Cavab olacaq 1-4 Y variantı. Mətnə əsasən qaranquşun gölün kənarına gedib material toplaması daha çox təbiətdəki hansı anlayışa nümunədir? Mətnə də diqqətlə fikirlərini görürük ki, burada təbii ehtiyatlardan məqsədyönlü istifadədir. Yəni qaranquş gölün kənarına gedib o materialları nə üçün toplayır? Gili, samanı nə üçün toplayır? Əlbəttə ki, onlardan istifadə edərək yuva qurması üçün. Yəni biz də bunu əsaslandırırıq ki, qaranquş özü heç nə belə deyək ki, özündən olmadan təbiətdəki materiallardan istifadə edir. Yəni təbii ehtiyatlardan məqsədyönlü şəkildə istifadə edərək yuvasını qurur. Cavab olur Y variantı. Mətnə əsasən qaranquşun yuvasının möhkəmliyi hansı 3 əsas amilin vəhdətindən asılıdır? Mətni oxuduqda anlayırıq ki, burada materialların düzgün yapışdırılması, zəhmət və yuvanın yerinin düzgün seçilməsi. Yəni, gil və samandan düzgün istifadə yapışdırılma, ardıcıllığı, zəhmət, bir də yuvanın yeri. Cavab olur C variantı. Mətndəki hadisələrin ardıcıllığını müəyyən edin. Gəlin görək bu ardıcılığı hansı düzgün ardıcıllıqla düzməliyik. Mətndə birinci qaranquşun ailəsindən danışılır, belə deyək də. Sonra sərçənin onlara baxıb bir növ həsəd aparmasından
və özünün bəxtsizliyini vurğulaması. Birinci, burada qayğı, sevgi və məsuliyyətin nəticəsi olan gözəl ailə tablosu verilənlərin içərisində bunu sıralayırıq. Özünün məsuliyyətsizliyini taleyin üstünə atan pasiv varlıq. Bəli, bunu da göstərə bilərik. Bəxt məndən küsüb, bunu belə vurğulaya bilərik. Amma qaranquş buna nə deyir? Deyir ki, sən yuvanı yaxşı yerdə qursan, əslində işte burada sıxıntı olmaz. Gəl, mən sənə öyrədərəm və s. və s. öyrətməyə çalışır. Amma qaranquş da nə deyir? Bunu eləməyə nə var ki, mən də elə biləm sənin yuvan tikməyinin bir sirri də heç olmasa bir qəribəliyi var. Bunu ifadə tərzi, yəni əməyi belə deyək ki, dəyərsizləşdirən bunu vurğuluyur. Ən sonunda da zəhmətlə əldə olunan uğurun dəyərini izah edən həyat dərsi, sonunda qaranquşun ona bir ibrət dərsi verilməsi. Əgər sən mən dediklərimi eləməsən, yaxşı yerdə yuva tikməsən, ömrün sonuna qədər bu vəziyyətdə qalacaqsan. Cavab olur 3, 4, 2, 1 D variantı. Mətndə sərçənin balalarını ərsəyə gətirə bilməməsinin əsas səbəb kiminə göstərilib? Bir növ öz məsuliyyətsizliyini xarici amilləri başqa şeylərin üzərinə atması ilə də düzdür. Deyirsən, nə xoşbəxtsən, hələ sən bala çıxarsan, mən isə bala üzrə həsrətəm, bəxt məndən küsüb. Yəni, öz səhlənkarlığını deyil, başqasının üstünə atır. Ona da cavab olur B variantı, sərçənin öz məsuliyyətsizliyini xarici amillərlə əsaslandırması. Mətnə əsasən qaranquşun sərçəyə münasibəti hansı davranış modelinə daha çox uyğun gəlir? Mətndə fikrinizə görərsiniz ki, bir səhv eləyən var, bu səhvi görüb öyrədən var. Deməli, burada əsas nədir? Öyrədən varsa, burada müəllimlikdən söhbət gedə bilər. Düzdür? Yəni, müəllim kimi qaranquş bir növ sərçəyə belə ki, həyat dərsi verir, ibrət dərsi, onu öyrətməyə çalışır. Burada müəllim modelidir. Səbirli və praktik şəkildə bilik ötürən, öyrənməyə təşviq edən cavab olur A variantı. Mətnə əsasən qaranquşa aid 2 xarakteri xüsusiyyət yazın. Bir nə yaza bilərik? Bax, əmək sevərdir, əmək sevər və yaxud da zəhmətkeş qeyd edə bilərik. Sonra yardım sevər, yardım eləyir sərçəyə, yardım sevər. Bu ikisini belə qeyd edə bilərsiniz. Sərçənin belə deyək ki, bir növ səhlənkarlığına səbirli davranır. Sərçə onun əziyyətini görməzdən gəlir və s. səbirli qeyd edə bilərik. Sonra da vurğuluyor, yuva tikmək üçün gərək baş işlədəsən, yəni ağıllı olduğunu göstərir. Ağıllı olduğunu vurğulaya bilərik. Sonra məsuliyyətlidir. İşinə məsuliyyətlə yanaşır, məsuliyyətli. Bunu qeyd edə bilərik. Təcrübəlidir, yəni harada yuva qurmaq lazım olduğunu bilir, təhlükədən uzaq yerdə təcrübəli və s. Bax, siz də bu verilənlərdən hər hansı ikisini və yaxud da bunlara uyğun xarakteri xüsusiyyət yazıb sualı cavablandıra bilərsiniz. Mətnə görə sərçədə hansı hiss müşahidə olunur? Fikrinizi əsaslanın, veriləndən seçirik. Bax, buna qibtəni seçə bilərik. Niyə? Burada deyir, sən nə xoşbəxtsən, hələ sən bala çıxarırsan, mən isə bala üzrə həsrətəm, bəxt məndən küsüb. Yəni, başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görür, bunların özündə də olmasını arzulayır, bunların bir növ həsrətini çəkir. Biz bunu vurğulaya bildik, qibtəni seçdik və belə əsaslandırıq ki, həm bu cümləni ora öz sözlərimizlə qeyd edə bilərik. Qaranquşun hər il bala çıxarıb xoşbəxt oldu, yəni böyütdüyünü xoşbəxtlik hesab edir. Xoşbəxtlik hesab edir. Bunların özündə olmamasına isə üzülür. Bax, bu formada fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Bioluminesensiyanın baş vermə səbəbi alimlərə aydın deyil, yanlışdır. Bu da yanlış olduğu üçün bunu doğru qəbul edəcək. Niyə yanlışdır? Çünki orada mətndə qeyd olunur ki,
Bioluminesensiya bəzi canlıların bədənində baş verən kimyəvi reaksiyalar nəticəsində işıq saçma prosesidir. Yəni bu hər kəsə aydındır ki, bəli, bu proses kimyəvi reaksiyalar nəticəsində baş verir. Yəni bu yanlış, bu da yanlış olduğuna görə bunu doğru qəbul edirik. Uyğun cavab kimi qəbul edirik. Lusiferaza fermenti kimyəvi reaksiyanı sürətləndirir. Bəli, mətndə bu doğruluğu qeyd olunur. Orada vurğulanır ki, bu reaksiyanı sürətləndirən ferment isə lusiferazadır. Bu da doğru olduğu üçün uyğun cavab kimi bunu da götürürəm. 1-2 harda varsa saxlayırsa yerdə qalan çıxırıq. Yəni cavabımız olacaq C variantı. Digərlərinə baxaq. Bütün canlılar bioluminesensiya qabiliyyətinə malik deyil. Bəli, bu doğrudur. Həm suda olsun, həm quruda olsun yaşayan bütün canlılara aid deyil. Bu doğru fikir, bunu yanlış olduğu üçün bunu uyğun cavab kimi qəbul etmirəm. Bioluminesensiyanın təsirinə ancaq təbiətdə rast gəlinir. Xeyr, bu texnologiyada da var. Və orada fikir verin, bu abzasda qeyd olunur ki, bioluminesensiya təkcə təbiətdə maraq doğurmur. Eyni zamanda elm və texnologiya sahələrində təsir göstərir. Gen mühəndisliyində lusiferin sistemindən hüceyrələrin aktivliyini vizual izləmək üçün istifadə olunur. Bu da yanlışdır. Burada doğru yazıldığı üçün bunu da uyğunsuz kimi qəbul edirəm. Cavab oldu 1-2 C variantı. Bioluminesensiyanın soyuq işıq adlandırılmasının səbəbi nədir? Bax, burada fikir verin. Bu reaksiyanı sürətləndirən ferment lusiferazadır. Nəticədə çox az istilik ayrılır. Bu səbəbdən bu işığa soyuq işıq deyilir. Yəni bunun soyuq işıq adlandırılmasının əsas səbəbi də işıq yayımı zamanı istiliyin az olmasıdır. Cavab olur D variantı. Balığın işıq saçan orqanı hansı funksiyalar yerinə yetirə bilər? Ümumiyyətlə, canlılar bundan nə üçün istifadə edir? 1. Qorunmaq üçün, 2. Ovlanmaq üçün. Burada da cavabımızda 1-də nə deyil? Ovlanacaq canlını cəlb etmək üçün, 2. Düşməndən müdafiə olunmaq üçün. Olur 1-2 Y variantı. Bioluminesensiyanın təbii mexanizmi hansı ardıcılıqla baş verir? Bu ikinci abzasda öz əksini tapıb. Bu parıltının əsas səbəbi lusiferin adlı bir maddənin oksigenlə reaksiyaya girərək enerjini işığa çevirməsidir. Deməli, lusiferin maddəsi oksigenlə qarşılaşır. Birinci 3. Sonra bu reaksiyanı sürətləndirən ferment isə lusiferazadır. Lusiferazanı fermenti reaksiyanı sürətləndirir. 3, 4. Ondan sonra nəticədə çox az istilik ayrılır. Enerji istilik və işıq şəklində ayrılır. Bunu qeyd edə bilərik. 3, 4, 1. Sonda da canlı işıq saçmağa başlayır. 2. Ardıcıllıq belə olacaq. 3, 4, 1, 2 A variantı. Uyğun əlaqəni müəyyən edin. Bizə səbəb-nəticə əlaqəsi verilib. Gəlin görək hansının da hər iki tərəf doğrudur. Lusiferin oksigenlə reaksiyaya girir, istilik hasil olur və canlı qızır. Əslində burada nəticə nədir? Yanlışdır. Çünki istilik hasil, çox az istilik ayrılır və canlı qızmır. Aydın oldu. Əslində bu işıq yanılır. Bunun canlının qızması nəticə doğru deyil. Anı çıxırıq. Bioluminesensiya günəş enerjisi ilə baş verir. Qaranlıqda işıq saçmaq mümkün olmur. Ümumiyyətlə, səbəb yanlışdır. Səbəb yanlış olduğu üçün də burada söhbət reaksiyadan, kimyəvi reaksiyadan gedir. Yəni günəş enerjisinə əlaqəli deyil. Ona görə də bunu ümumiyyətlə çıxırıq. Lusiferaza fermenti reaksiyanı sürətləndirir. Bəli, işıq daha tez və effektli yanır. Bu mətndə öz əksini tapıb. Hər iki tərəf doğru olduğu üçün C-ni cavab kimi qəbul edirik. Bakteriyalar günəşin təsiri ilə çoxalır. Balıqlar işıq saçmağa başlayır. Mətndə demək olar ki, belə bir səbəb nəticə vurğulanmayıb. Yəni bu yanlışdır. Günəşdən, yəni dediyimiz kimi günəşdən söhbət getmir burada. Y variantında da canlılar yüksək temperaturlu suda yaşayırlar, bədənlərində parlaqlıq yaranır. Mətndə də bu haqda məlumat yoxdur. Ona görə də cavabımız olur C variantı. Cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətnə görə faktdır, mətnə görə plandır. İşıq saçan canlılara həm suda, həm quruda rast gəlinir. Bəli, bu faktdır, mətndə öz əksini tapıb. Tədqiqatçılar bu işıqdan enerji sərf etməyən lampalar düzəltmirlər. Sadəcə plan kimi qüvvədədir. Yəni bu plandır, fakt deyil. 2 olan bəndləri çıxırıq, 1 olan bəndlərini saxlayırıq. Mətnə görə plandır, baxaq indi burada. Plan ümumiyyətlə gələcəkdə görüləcək iş mənasında. Gələcəkdə bu işıqlandırma texnologiyalarda istifadə edilə bilər. Bəli, bu hədəfdir. Bunu plan kimi götürə bilərik. Lusiferin sistemindən gen mühəndisliyində istifadə olunacaq. Bu istifadə olunur. Yəni olunacaq deyil, bu artıq bax deyir ki,
Gen mühəndisliyində Luciferin sistemindən hüceyrə aktivizmdən istifadə olunur. Bu faktdır, plan deyil. Cavab olur 1-3-B variantı. Çılçıraq qurdu və şıldaböcək bu fenomenin klassik təmsilçilərdir. Cümləsilə mətnin neçənci abzasını genişləndirmək olar. Ümumiyyətlə, diqqətlə fikir versək, mətndə işıq saçan canlıların adı hansı abzasda hallanır? Birinci abzasda. Meduzalar, kalmarlar, bəzi balıq növləri və bakteriyalar bu qabiliyyətə malikdir. Quruda isə ən tanınmış nümunələrdən biri işıq saçan böcəklərdir. Bunlar da işıq saçan böcəklər olduğuna görə çılçıraq qurdu və şıldaböcək bu fenomenin klassik təmsilçilərdir. Bunu biz birinci abzası artıraraq mətni genişləndirə bilərik. Cavab olur D variantı. Mətnə əsasən simbiotik əlaqə nə deməkdir? Baxın, burada bu abzasda belə bir fikir var. Maraqlıdır, bu işıqlanma bəzən simbiotik əlaqələr sayəsində baş verir. Məsələn, bəzi balıqların işıq saçan orqanları əslində onların bədəndə yaşayan bakteriyalardan ibarətdir. Bu qarşılıqlı faydalı birlik nəticəsində canlı həm müdafiə, həm ov, həm də kommunikasiya imkanları qazanır və s. və s. Deməli, biz buradan yola çıxaraq deyə bilərik ki, iki orqanizmin qarşılıqlı faydalı birlikdə yaşaması deməkdir. Cavab olur D variantı. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazın. Bax, burada da vurğuluyor ki, bu qarşılıqlı faydalı birlik nəticəsində canlı həm müdafiə, həm ov, həm də kommunikasiya imkanları qazanır və ya əldə edir. Buna uyğun fikirlər yazaraq sualı cavablandıra bilərsiniz. Mətndə onun məzmununa uyğun olmayan cümləni müəyyən edib yazın. Mətnin məzmununa uyğun olmayan cümlə deyəndə mətnin məzmunu nədən bəhs edir? Canlı orqanizmlərin təbii işıq mənbəyi. Yəni, burada bu cümləyə fikir verin. Bax, 1-2-3-cü abzasda. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Bu cümlənin bioluminesensiya prosesi ilə nə əlaqəsi var? Yəni, işıq saçma prosesi ilə nə əlaqəsi var? Deməli, bu cümlə mətnin məzmununa uyğun deyil. Biz bu cümləni cavab kimi qeyd edirik. Balıqlarda hərəkətli çənələr tək və cüt üzgəclər əmələ gəlmişdir. Bu cümləni bura yazaraq sualı cavablandırırıq.